Salam, hər vaxtınız xeyir olsun. Mən Tunzalə Kərimova. Bugün neyroinkişaf pozuntulardan biri olan diqqət əksikliyi və hiperaktivlik haqqında danışmaq istəyirəm. Hansı ki neyroinkişaf pozuntularına aiddir intellektual inkişaf pozuntuları, idrak və adaptiv davranışlardakı gecikmələr, özünəqulluq, sosial ünsiyyətdə problemlər, nitq artikulyasiya aparatındakı ləngimə, nitq ləngiməsi, bundan sonra motor koordinasiyalarda pozuntu, bundan başqa diqqət əksikliyi və hiperaktivlik, autizm spektr pozuntusu. Deməli, və bir də disleksiya, disqrafiya, yəni öyrənmə pozuntuları olan disleksiya, disqrafiya, diskalkuliya. Deməli, bunlar. İndi istəyirəm sizə diqqət əksikliyi və hiperaktivlik haqqında danışım. Əvvəla bunu qeyd etmək istəyirəm ki, bizim bildiyimiz kimi idrak prosesləri diqqət, təxəyyül, hafizə, təfəkkür, bu kimi idrak proseslərimizdən biridir diqqət və diqqətin bir obyektin üzərinə kökləmək nə qədər çətin, nə qədər asan, bu insana görə dəyişir və hər yaş dönəminə uyğun da diqqətin inkişaf prosesi var və bəzi insanlarda bu proses ləngiyir, bu proses daha öz axarında getmir və bu da gətirib çıxardır insanlarda müxtəlif problemlərə. Hansı ki, diqqət əksikliyi yaranan zaman bəlkə də uşaqlarda öyrənmə çətinliyi bunun ardıca gələ bilər, akademik bacarıqları ləngiyə bilər. Hansı ki, məsələn, sinifdə bəzən oturan bir uşaq, hər zaman valideynlər tərəfindən qınanan, müəllim tərəfindən danlanan bir uşaq var ki, bu uşağa hər zaman deyirlər ki, sən niyə dərslərini yaxşı oxumursan, niyə bu qədər bacarıqsızsan, amma işin əsli o olmaya bilir. Təbii ki, hər zaman yox, amma bəzi hallarda bu keçərlidir. İşin əsli əslində nədir? İşin əsli odur ki, bu uşaq diqqət problemi və yaxud da hiperaktivlik probleminə əziyyət çəkir və buna görə də diqqətini bir kitaba, bir dərsə yönləndirə bilmir və bu səbəbdən də istər-istəməz dərslərindən geri qalır, yoldaşlarından geri qalır. Bu uşaqları əslində 4 yaşına qədər, yəni məktəb dönəminə qədər artıq kəşf eləmiş olursunuz. Məktəbdə daha çox bəlirgin hal alır, əgər vaxtında bir çarə tapılmasa. Deməli, diqqət əksikliyi və hiperaktivlik ümumiyyətlə 3 formadan diqqət əksikliyi, impulsivlik və hiperaktivlik kimi qeyd edilir və diqqət əksikliyi ilə bağlı hansı problemlərlə qarşılaşa bilərik? Deməli, qeyd etmək istəyirəm ki, diqqət əksikliyi olan insanlar plan qura bilməmək, qurduqları planı davamlı şəkildə davam etdirə bilməmək, dağınıqlıq kimi bir sıra problemlərdən əziyyət çəkirlər. Başqa hansı problemlərlə qarşılaşa bilərlər diqqət əksikliyi olan uşaqlar və yaxud da böyüklər? Çünki bu diqqət əksikliyi böyüklüyə qədər davam edə bilər. Böyüklərdə də çox, bəzən elə bilirik ki, hətta diqqət əksikliyi də hafizəmizdə problem var. Biz bəlkə də yaddaşımız zəifdir, ona görə bir şeyi yadda saxlaya bilmirik, amma yox. Məsələn, bir misal çəkim. Bir ana övladına tapşırır ki, get məsələn işarə otaqdan falan yerdən mənim pul var, onu gətir. Uşaq gedir, ya yerini unudur, ya pul tapa bilmir. Sonra gəlir ki, mama mən tapa bilmədim, alınmadı. Maması da danlayır ki, bəs sən haranla qulaq asırsan mən, niyə eşitmədin məni filan tipli. Mamalar da qəzəblənir uşaqlarına. Amma əslində bu işin aslı odur ki, bu insan diqqətini toplayıb, yəni hafizəsi zəif deyil, diqqətini toplayıb sadəcə sizi dinləyib, koordinasiyaları ardıcıllıqla apara bilməyib. Bu səbəbdən həmin uşaq bu pulun yerini tapa bilmir. Deməli, diqqət əksikliyi olan insanlar daha çox detallara baxmaqda çətinlik çəkirlər. Məktəbdə, işdə və yaxud digər hallarda
diqqətsizlik yaşayaraq xətalara yol verirlər. Ümumiyyətlə diqqət tələb edən bir çox işi etməkdə təbii ki, çətinlik çəkirlər. Biri ilə danışarkən onu dinləməkdə, ona tərəf adaptasiya olmaqda çətinlik çəkirlər. Məktəbdə verilən təlimatları izləməkdə, ümumiyyətlə insanların onlara verdiyi təlimatları davamlı şəkildə izləməkdə çətinlik çəkirlər. Tədbirlər təşkil etmək, vəzifələri yerinə yetirmək, bundan da çətinlik çəkirlər. Uzun zehni əmək tələb edən bəzi işlərdən çox zaman özləri istəyərək yayınırlar. Çünki diqqətlərini toplayıb eləyə bilmirlər, əziyyət çəkirlər, ona görə də yayınmağa cəhd göstərirlər. Daha çox şəxsi əşyalarını itirirlər, açar olsun, qələm olsun, pozan olsun və s. kimi öz əşyalarını itirirlər. Diqqətləri təbii ki, asanlıqla dağılır və günlük planları, işləri qurmaqda əziyyət çəkirlər. Deməli, bizim diqqət əksikliyimiz bundan ibarətdir. Ümumiyyətlə, DEHP, yəni biz DEHP deyirik, 3 əsas simptom qrupuna görə xarakterizə edirlər. Bunlardan birincisi diqqət əksikliyi, basqın tip, daha basqın tip olan, yəni uzun müddətdə diqqəti cəmləməkdə çətinlik. İkincisi hiperaktivlik basqın tipdir. Yəni burada çox hərəkətlilikdir, yəni yerində dura bilməmək. Bir də impulsivlik, hər ikisi basqın tip. Yəni düşünmədən hərəkət etmək, söz kəsmək, gözləyə bilməmək, səbirsizlik dediyimiz impulsivlik. Ümumiyyətlə DEHP-in səbəbləri nələr olur? Yəni daha çox uşaqlıq yaşlarından, yəni psixososial səbəbləri var ki, uşaqlıq yaşlarından təhsildə zəiflikləri olur, geriləmələri olur. Uşaqlara edə biləcəklərindən daha çox şey gözləmək, məsələn, çox yüklənmək. Uşağın 6 yaşı var, məsələn, onun amma qavraması filan öz səviyyəsinə görədir. Amma sən ondan daha çox, məsələn, 7 yaşlı, 8 yaşlı uşağın, 10 yaşlı uşağın qavraya biləcəkləri şeyləri tələb edirsən və bu uşaq çətinlik çəkir burada. Qorxunun çox olması. Qorxu bəzən yəni hiss olaraq daha önə çıxır və uşaqlara icazə vermir ki, diqqətlərini toplaya bilsinlər. Az və yaxud da ki, yanlış motivasiya və zəif yaşam tərzləri, şərtləri, yəni ola bilsin ki, gigiyenik ya fiziki qidalanma problemləri və s. Bunlar psixososial səbəblər. Bioloji və genetik səbəblərə nələr daxildir? Hər hansı bir beyində zədələnmə prosesinin baş verməsi, ya doğuş zamanı, ya doğuşdan sonra uşağın başına gələn hər hansı bir hadisə zamanı beyin zədələnməsi, genetik faktorlar, ailədən keçən, məsələn, atada diqqət əksikliyi varsa, istər-istəməz bu övlada keçə bilər, böyük ehtimal ki, keçə bilər. Mərkəzi sinir sistemində olan pozğuntular, ananın hamiləlik dövründə keçirdiyi hər hansı bir problemlər və yaxud da ki, siqaret çəkməsi, erkən doğum ola bilər, diabet özü bunu yarada bilər və s. Diqqət əksikliyi haqqında danışdıq. Və istəyirəm indi hiperaktivlik haqqında, yəni hiperaktivlik basqın tip haqqında danışaq. Çünki diqqət əksikliyi, diqqətin basqın tip olması zamanı insanlar yəni hiperaktivlik o qədər çox olmaya bilər. Hiperaktivlik sadəcə diqqətini toplaya bilmir deyə hərəkət edir. Yəni bu basqın tipdədir. Amma hiperaktivlik basqın tip necə olur? Yəni uşaqlarda plansızlıq və həddindən artıq hərəkətliliklə özünü göstərir və dürtüsəl deyirik. Türklər daha çox dürtüsəl deyir. Bizdə impulsiv bir pozuntudur. Deməli, hiperaktiv uşaqlar özlərini və yaxud da ki, başqalarının narahat olmasına səbəb olan davranışları ümumiyyətlə qəsdən eləmirlər. Yəni bilərək bunları içlərinə gələrək eləmirlər. Sadəcə bu davranışlar şıltaqlıq sayılmır. Bu davranışlar impulsivliyin, yəni dürtünün nəticəsi olur ki, özlərindən asılı olmur. Yəni ani istəklər olur uşaqlarda, hiperaktiv problemi olan uşaqlarda ani istəklər olur və onlar bunu eləmək məcburiyyətində qalırlar, çünki özlərini kontrol eləyə bilmirlər. Bu simptomlar 7 yaşdan əvvəl başlayır daha çox və azı 6 simptom olur ki, deyəsən 5-də. 6 simptom olur ki, bunlar doğru olsa, həmin uşağa aid olsa, bu zaman ona bu diaqnozu qoymaq olar. Ən azı 2 mühitdə. Bax, bu önəmli bir hissədir. 2 mühitdə özünü göstərsə. Çünki bəzən uşaq həqiqətən dərsə marağı olmadığı üçün
dərs mühitində diqqət əksikliyi yaşaya bilər. Amma bəzən bu keçərli deyil. Baxırıq ki, uşaq evdə də elədir, məktəbdə də iki tərəfdə də belədirsə, tamam, o zaman ola bilər. 6 ay boyunca da davam etməlidir bu. Diaqnoz qoymaq üçün bunlar şərtdir. Ümumiyyətlə əsas özəlliklər hansılardır? Yəni həm hiperaktivlik, həm dördsəsəlliyin ön planda olması zamanı uşaq yerində dayana bilmir, ancaq hərəkətdədir. Əgər uşağınızda bunlar varsa ehtiyatlı olun. Çox qaçır və müxtəlif yerlərə dırmaşır. Davamlı hərəkət halında olur və ümumiyyətlə səssiz olmaqda çətinlik çəkirlər. Çox danışırlar, bəzən kiminsə sözünü kəsirlər. Sualları hətta söz haqqı verilmədən cavablayırlar. Yerində oturmaqda çətinlik çəkirlər, silkələnirlər bəzən. Öz sıralarını gözləyə bilmirlər, başqalarının sıralarına girirlər. Bu kimi hərəkətləri eləyirlər. Bunların enerjiləri heç vaxt bitmir. Heç vaxt da deməyim, amma ümumiyyətlə enerjiləri bitdiyini hiss eləmirsən. Aktiv uşaqla hiperaktiv uşağı qarışdırmayaq. Hiperaktiv uşaq diaqnozdur. Yəni bu artıq bir problemdir. Aktiv uşaq amma ola bilsin ki, həmin uşaq həvəslidir bir şeyə, bu sahəyə, ona görə bu qədər aktivlik göstərir. Axşam geç saatlarında belə bu uşaqlar aktiv ola bilirlər. Həyatı, işləri öz halına buraxmırlar, xoşlamırlar bunu. Yerlərində oturmurlar dediyim kimi. Qollarını, ayaqlarını məsələn sallayırlar, əllərini oynadırlar, müxtəlif bir hərəkətlər edirlər. Hətta dırnaqlarını yemək sasları ilə oynamaq kimi xüsusiyyətlər də var. Hiperaktivlik və diqqət əksikliyi olan uşaqlarda. Məktəbdə məsələn tənəffüsdə çox səs-küy yarada bilərlər hiperaktiv uşaqlar. Tez-tez özlərini zərər verə bilərlər, yəni yıxıla bilərlər tez-tez bu kimi hallarda. Sırada filan dediyim kimi qala bilmirlər, yemək masasında və yaxud da dostlarla oturarkən anidən ayağa qalxmaq, baxın dördsəsəlliyin əlamətidir. Anidən ayağa qalxmaq istəyi gəlir və uşaq qalxır ayağa. Onlar üçün sakitlik gərginlikdir. Sakit oturmaq gərginlikdir. Gərəksiz danışırlar. Çox danışırlar, amma gərəksiz danışırlar bəzən, həmişə yox. Dördsəsəlliyə görə düşünmədən danışırlar. Çox vaxt söhbəti bunlar aparır və gürültülü danışırlar. Buna görə də qarşı tərəf üçün bəzən narahatlıq da yarada bilərlər. Dediyim kimi, səssizlik onlara gərginlik yaradır deyənə, səssizcə oynamaqda da çətinlik çəkirlər. Belə. Başqa özəlliklər də var diqqət əksikliyi və hiperaktivliyin. Məsələn, özgüvəninə zəif olur. Uşaqların özgüvəni zəif olur. Çünki diqqətini bir yerə toplaya bilmir. Yenə mən eləyə bilməyəcəm bunu deyə düşünür və yavaş-yavaş özgüvəni geriləyir. Xasiyyət dəyişkənliyi olur. Məsələn, bəzən hiperaktivlik basqın olanda bu uşaq ani hərəkət edir deyə artıq insanlar qəribə baxırlar bu insanlara. Nəysə bunu. Qəzalar və yaralanma halları, maddə istifadəsi bu uşaqlarda yayğın olur. Münasibət problemləri, həddindən artıq emosional reaksiya, məktəb və işlə bağlı müəyyən uğursuzluqlar. Ümumiyyətlə, dehbli insanlar həddindən artıq emosional reaksiya verirlər. Duyğu və vəziyyətinə görə çox reaksiya verə bilərlər, öz duyğu və vəziyyətlərinə görə. Asanlıqla onları qəzəbləndirmək mümkündür. Bunun səbəbi əslində sadəcə o an o davranışlarını idarə edə bilməməsidir. Dediyim kimi, anidən hərəkət edirlər və düşünmürlər deyə ola bilsin ki, bu səbəbdən yaranır. Bu insanda dur və düşün hiperaktiv insanlarda çox çətin, yəni olmur. Dur və düşün olmur. Dediyim kimi, münasibətlərdə də problem yaşaya bilərlər həmin insanlar. Çünki günü tutmaya bilər həmin insanların. Son söylədiyini ilk başda söyləyə bilmirlər. Yəni, tez qəzəblənib, tez sakitləşə bilərlər. Tez və bəzən heç güvənmirlər, bəzən çox güvənirlər. Yəni, biraz qarışıq xüsusiyyətləri olur və duyğusal münasibətlərdən tez sıxıla bilirlər. Hətta uşaq böyütməkdə çətinlik çəkirlər, pul hesabıdır, bu tipli şeylərdə çətinlik çəkirlər. Ona görə münasibətdə bəzən həqiqətən ekonomik problemlər də yaşayırlar, münasibətlərdə də problem yaşayırlar.
İmpulsivlik deyəndə nəyi nəzərdə tuturuq? Onlar uzunmüddətli əldə edəcəkləri faydaları nəzərə almadan ani və qısa müddətli qərarlar alırlar. Yəni qısa müddətli həzzin arxasıca getmək üçün ani qərarlar alırlar. Bu da səbəb olur ki, o insanlar səhv qərarlar versinlər. Dediyim kimi, davranışlarını idarə etməkdə çətinlik çəkirlər. Bugün diqqət əksikliyi və hiperaktivlik haqqında danışdıq. Əslində danışacaq çox şey var. Mən videonun çox uzun olmasını istəmirəm. Hər fərd diqqət əksikliyi, hiperaktivliyi fərqli cür yaşayırlar. Amma qorxmaq lazım deyil. Diqqət problemi olan insanın diqqətini cəmləmək mümkündür. Yəni bunu korreksiya eləmək olur. Yavaş-yavaş daha yerinə oturur. Bunun amma nəzərinizə çatdırım ki, hiperaktivlik uşaqlarda hiperaktivlik yetişkinlikliyə doğru azalma yaşayırlar. Yəni o qədər şiddətli olmur əvvəlki kimi. Çünki müəyyən qədər yetişkinlikdə onlar bəzi duyğularını, bəzi hərəkətlərini nizamlamağı öyrənirlər. Bu səbəbdən hiperaktivlik biraz daha azalır. Zamanla keçir demirəm. Keçmir. Hiperaktivlik hər zaman qalır. Amma azalır. Diqqət əksikliyi üçün də müxtəlif korreksiya yolları var. Müxtəlif oyunlar, valideynlərin evdə məşğul ola biləcəyi diqqət oyunları var. Nəzərinizə çatdırım ki, diqqəti məsələn uzun müddətli, qısa müddətli bir nöqtəyə cəmlətdirmək üçün uşaqlar üçün, yəni valideynlər müxtəlif oyunlar təşkil edə bilərlər, birlikdə oynaya bilərlər, ən azından diqqətinin müddətini uzada bilərlər. Belə demək istədiklərim hələ ki bu qədərdir. Ümid edirəm ki, siz də buradan bir şey öyrənə bilmisiniz, bir şeylər qata bilmişəm. Görüşənədək başqa videolarda. Hələlik.